Peyğəmbərimiz deyib ki, mənim sözlərimi Qur'anla tutuşdurun. Düz gələni məndəndir, əksini isə kənara atın. Biz xabə, xasirə sözlərini, yəni o insanların ki, namazlarında fəsad var, düzgün qılmırlar, necə gəldi qılırlar, namazda xuzu və xuşu bu kimi hallara riayət eləmirlər. Peyğəmbər deyir, onların namazı zay oldu, xabə və xəsirə. Onlar da zəhməti boşa gedib, ziyana uğradı. Kimin namazı fəsadlıdırsa, qiyamətin günündə, axirət dünyasında onun vəziyyəti zəlil vəziyyətə düşmüş kimsəyə bənzəyəcək. Çünki xabənin məna çalarlarından biri də dedik ki, zəlil vəziyyətinə düşməkdir. Uca Allah Qur'an-ı Kərimin İsra surəsinin 97-ci ayəsində belə buyurmaqdadır. Allah kimi hidayət etdisə, deməli o hidayət olmuşdur. Allah kimi azdırdısa, daha onun hidayət edəni, onun bir dostu olmayacaqdır. Qiyamətin günündə yolunu azmış kimsələri biz kör, lal və kar vəziyyətində dirildərik. Baxmayaraq ki, onların qulağı da var, gözləri də var, dilləri də var. Amma heç biri, necə deyərlər, öz funksiyasını yerinə yetirə bilməz. Belə kimsələrin yeri cəhənnəmdir. Onlar üçün alov artdıqca artırılacaqdır. Namazı yüngül sayanın aqibəti Peyğəmbər salavatullahdan və o cümlədən də Qur'an-ı Kərimdə nazil olmuş ilahi vəhyidə biz görürük ki, sözün həqiqi mənasında namazı yüngül saymaq aqibəti bərbad edən bir haldır. Uca Rəbbimiz Qur'an-ı Kərimin Müddəssir surəsinin 42-43-cü ayəsində belə buyurur. O insanlar ki, cəhənnəmə töküləcəklər, cəhənnəmin qapısı önündə dayanan mələk və yaxud da cəhənnəmə təyin edilmiş 19 mələk, onlara zəbani də deyirlər, ora tökülən insanlardan sual eləyərlər, sizi bura salan nədir? Cəhənnəm əhlinin cavabı bu olar ki, biz namaz qılanlardan deyildik. Deməli, namazı yüngül saymaq, namaza biganə yanaşmağın aqibəti səqər cəhənnəmidir. Bilirsiniz, cəhənnəm 7 təbəqədən ibarətdir. Bəzi mənbələrdə qeyd edilib ki, o təbəqənin 5-incisi səqər adlanır. Peyğəmbər salavatullah nə buyurur? Bəzən görürsən ki, bizim də cəmiyyətimizdə namazı qılmayanların təkfir edilməsi haqqında sözlər gəzir. Əslində bu doğru deyildir. Heç kəsə ixtiyar verilmir ki, bir şəxs hansısa bir əməli tərk etdikdə onu təkfirçilikdə ittiham etmiş olsun. Peyğəmbər salavatullah bir hədis buyurub ki, həmin hədis bizim necə davranacağımıza şahidlik etməkdədir. Həmin hədisdə belə buyurulur. Allah 5 namazı, yəni gündəlik qılınan 5 namazı insanlara, bəndələrə fərz etmişdir, vacib etmişdir. Hər kəs onları öz haqqlarını ödəyərək, yəni mükəmməl şəkildə qılaraq gələrsə və o namazlarından nəsə azaltmasa, Allahın boynunda, üzərində bir haqdır ki, həmən o şəxsləri cənnətə daxil etsin. Yəni, namazı yüngül saymayan, namazlarını vaxtında normal şəkildə qılan insanlar üçün Allahın boynunda, üzərində haqq vardır ki, yəni borcludur ki, onları cənnətə daxil etsin. Hər kəs o namazları yerinə yetirməsə, Allahın üzərində o bəndələr üçün heç bir haqq yoxdur. Allah istəsə onlara əzab verər, istəsə də onları cənnətə daxil edər. Bu hədis onu göstərir ki, namazı qılmamağın
Günahı, cəzası, savabı, hər nəyi varsa, o Allahın öhdəsindədir. Allah bu şəxslərə əzab verər və yaxud da onları bağışlayar, o özü bilər. Daha bizim insanlarımızın ixtiyarı yoxdur ki, bir-birlərini hansısa bir vacib əməlin tərkinə görə küfürdə və sair ittiham etmiş olsun.